Salam uşaqlar. Mən Aygün Rüstəmova, ingilis dili müəlliməsiyəm. Uşaqlar, video çəkməkdə məqsədim sizin kimi abituriyentlərə, şagirdlərimizə kömək məqsədidir. Bugün mənim çəkəcəyim video Məhəmməd Qarakişiyev və Rafiq Mərdanovun İqzam Tərgit olan kitabından, yəni abituriyentlər üçün olan vəsaitdən quizləri çəkməkdir, çəkirəm onu. Əvvəlcədən deyim ki, sizə uşaqlar, əgər hər hansı bir mövzu ilə bağlı çətinliyiniz varsa, rəylərdə qeyd edərsiniz, o mövzu ilə bağlı da sizə köməklik eləyərəm. Və yaxud da sualınız varsa, rəylərdə qeyd edərsiniz, suallarınızı da cavablandıracağım. İndi başlayaq birinci testimizdən. Deməli, birinci testimizdə 151-ci quizlə başlayırıq. Modal verb deyir. Düzgün modal feili seçin deyir. Uşaqlar, düzgün modal feili seçin. Bu tipli cümlələrdə deməli, baxacağıq ki, biz burada cümlə mürəkkəb cümlədir. Mürəkkəb cümlə olduğunu, deməli, özdə zaman budaq cümləsidir. Zaman budaq cümləsi olduğunu nədən biləcəm? Çünki qabağında when I was, yəni when var. Görürsünüz, mən gənc olanda. Zaman budaq cümləsidir. Zaman budaq, ümumiyyətcə budaq cümlələrdə, mürəkkəb cümlələrdə biz bilirik zamanların uzlaşma qaydası var. Zamanların uzlaşma qaydası var deyə, zamanların uzlaşma qaydasında da belə bir qaydamız var ki, öyrənmişik ki, hansı zamanlar bir-birindən uzlaşa bilər və yaxud zamanların uzlaşmanın pozulma qaydası da var. Onları yəqin ki, bəziləriniz bilir, bilməyənlərə də lazım olarsa mən müəyyən videolarla kömək ola bilərəm. Diqqətlə indi qulaq asın. Baxın, əgər birinci tərəfdə was varsa, was nəyin göstəricisidir? Keçmiş zaman göstəricisidir. Keçmiş zaman göstəricisidir deyə biz zaman variantlarda ancaq keçmiş zaman axtaracağıq. Keçmiş zaman axtaracağıq deyə deməli, A bəndində can var, canı çıxırıq. D bəndində can't var, onu çıxırıq. Should var, onu çıxırıq. May var, onu çıxırıq. Bir dənə doğru cavabımız qaldı, hansı? B bəndi. Sonra növbəti sualımıza keçək. İkinci testimizdə deməli choose the correct tense form deyir. Düzgün zaman formasını seçin deyir. Düzgün zaman formasını seçəndə burada yenə də baxırıq uşaqlar. Baxın, əgər sizə cümlədə verilib, iki cümlə verilibsə, ikinci cümlə görürsünüz, bütöv verilib. Bu ikinci cümlə sizə boş-boşuna verilmir. Onun orada sizə ötürdüyü bir siqnal var. Sizə ötürdüyü siqnal nədir? Baxırsınız orada she knew it would be an amazing day deyir. O bilirdi ki, çox qəşəng gün olacaq, heyrətamiz bir gün olacaq. Deməli, söhbət keçmiş zamandan gedir. Görürsünüz, keçmiş zaman və burada da keçmişə nəzərən gələcək zaman verib. Yəni, ümumiyyətcə biz keçmişə uyğun zamanlar seçməliyik. Keçmişə uyğun zamanlar seçəcəyik deyə baxırıq variantlarımıza. Variantlardan A B-ni saxlayıram, C bəndini çıxıram, E bəndində will var, çıxıram, D bəndində sing var, çıxıram. Baxıram A və B arasında qalıram. A və B arasında baxın uşaqlar, deyir ki, quşlar oxudu, günəş şəfəq saçdı və o bildi ki, heyrətamiz gün olacaq. Belə mi olacaq? Yoxsa quşlar oxuyurdu, günəş şəfəq saçırdı. Ümumiyyətcə, təbiət təsvirləri keçmiş daimi eci zamanla verilir. Yəni, keçmişlə əlaqəli olanda quşlar oxuyurdu, günəş şəfəq saçırdı və o bilirdi ki, heyrətamiz bir gün olacaq. Ona görə B bəndi də getdi, doğru cavabımız olacaq A bəndi. Növbəti sualımıza baxırıq. Possessive case deyir. Possessive case deyəndə uşaqlar, baxırıq burada biz yəli halın qaydalarına nəzər yetirsək, yadımıza salsaq, biz deyirdik ki, it apostrof s olarsa bu yəli hal deyil, düzdürmü? It apostrof s, what apostrof s, o sual sözlərindən sonra olanlar və s. çoxdur onların xırdalıqları. Ona görə A bəndində digər tərəfə də ümumiyyətlə cümləyə həmişə bütöv baxın. Baxın, başda it izlə verə bilər, amma axırlarında bir possessive case əlaməti ola bilər. Ona görə cümləyə baxıram ki, heç possessive case əlaməti yoxdur. Deməli, A bəndini variantlardan çıxacam. Sonra B bəndinə baxıram. My son's going to change his behavior. Burada uşaqlar, baxın, oğlumun gəlişi. Oğlumun gəlişi deyə bilərəm. Biz demişdik, apostrof s-dən sonra isim olmayan nitq hissəsi gələrsə, biz onu çıxırıq. Amma burada gerunddur da, oğlumun gəlişi, isimləşib sanki burada. Gerunddur, ingilisində gerund bölməsindən yəqin bilirsiniz. Burada baxırıq, yaxşı, oğlumun gəlişi deyirəmsə, bəs hanı bu cümlənin xəbəri? Bu cümlənin xəbəri yoxdur. Birdən sizə burada çaşdırar to change söhbəti. To change əslində xəbər deyil burada. Xəbər o vaxt olardı ki, o to'suz işlənərdi, düzdür? To'suz işlənərdi. To change to ilə verilib deyə o bizə işarət verir ki, məndən qabaq bir feil işlənib. Feil işlənibsə, onda going is ilə işlənərdə, düzdür? Ona görə my son is going to change his behavior olacaq. Ona görə B bəndi də getdi. C bəndinə baxırıq. Biz demişdik, kökündən cəmlənəndə, kökündən dəyişən isimlərin
cəm forması, daha doğrusu yəli hal forması possessive case apostrof s ilə düzəlir. Burada isə s apostrof verir. Buna görə bu da səhvdir. D bəndinə baxırıq. 6 günlük. Baxırıq 6-ya görə days cəmlənibmi? Bəli, cəmlənib. Cəmlənəndən sonra bir dənə apostrof qoyulub. Bəli, düzdür. 6 günlük tətil was unforgettable. Unudulmaz idi. Biz demişdik apostrofdan, apostrof s-dən sonra gələn ismə baxacağıq. O da təkdir deyə was-la verilib. Bu tamamilə doğrudur. Deməli, doğru cavabımız olacaq D bəndi. E bəndinin dərdi nədir? Baxaq görək. The cat's paw there. Burada uşaqlar biz bilirik ki, yəli hal keçəndə öyrənmişdik ki, deməli, bədən üzvləri ortaq ola bilməz. Bədən üzvləri bu həm də heyvanlara da aiddir. Burada da paw nədir? Pəncə deməkdir. Düzdür? Pişiyin üzvüdür, bədən orqanıdır. Ona görə də biz onu pişiklərin pəncəsi yox, pişiklərin pəncələri olardı. Burada S olsaydı düzür olardı. Ona görə də E bəndi də səhvdir. Doğru cavabımız oldu D bəndi. Deməli, 4-cü sualla davam edirik uşaqlar. Burada zaman formasını istəyir bizdən. Cümləmizə baxıram. Cümləm yenə də mürəkkəb cümlədir. Özü də şərt budaq cümləsidir. If varsa, cümlənin də 2 hissədən ibarətdir. Hər cümlənin də özünün mübtədası, xəbəri varsa, demək bu budaq cümlədir. Özü də if-ə görə də şərt budaq cümləsidir. Deməli, uşaqlar, if olan cümlədə biz demişik ki, uşaqlar, deməli, present simple işlədərik. Deməli, if olan tərəfdə present simple işlədəcəyik, digər tərəfdə future simple və ya if olan tərəfdə də present simple, digər tərəfdə də present simple işlədə bilərik. Bu, əsasən təbiət hadisələrlə əlaqəli ola bilər, müəyyən sübut olunmuş faktlarla əlaqəli ola bilər. Həmin o öyrəndiyimiz qaydalara əsasən variantlara nəzər yetirəndə C bəndini çıxacam. Niyə? Çünki if olan tərəfdə will not verə bilmərəm. Sonra baxıram uşaqlar, ikinci tərəfə baxıram. İkinci tərəfdə sözüm will late'dir. To be late ifadəsidir. Düzdür, bu da to be-li birləşmədir. Yadınızda qalsın, will ilə işlənəndə will late deyə bilmərəm. Bu əsas xəbər deyil ki, to be-li birləşmədir. O əsas feillərdən olsaydı, biz will-ə sadəcə late qoya bilərdik. Bu to be-li birləşmədir deyə B-ni biz oradan ata bilmirik. Will be late olardı. Ona görə də ikinci tərəfə ilə işləyəndə A-nı çıxacam, B-ni çıxacam. Sonra C-ni onsuz da çıxmışam, D arasında, E arasında qalacam. D arasında da qalanda baxın, tərcümə ilə baxaq. Deyir, əgər biz tezliklə çıxmasaq, riyaziyyat imtahanına gecikəcəyik. Doğru cavabımız oldu nə? D bəndi. E bəndi niyə səhvdir? Biz indi çıxsaq tezliklə imtahana gecikirik. Çıxsaq niyə gecikirik? Üstəlik də bu tərəfdə heç indiki sadə zamanın işlənməsi də doğru deyil. Ona görə də doğru cavabımız D bəndi olacaq. Növbəti 5-ci sualımıza baxaq. Definition deyir. Biz bilirik definition testi bizim söz balansımıza uyğunlaşır. Yəni, onun nə qədər söz biliyimiz olsa, onları rahat işləyəcəyik. Flood daşqın deməkdir, award mükafat deməkdir, drawing isə rəsm deməkdir. Baxaq görək indi. Flowing of water on the land more than its limits. Limitindən artıq torpağa suyun tökülməsi, yəni ki, çoxlu suyun tökülməsi nədir? Daşqındır da, bir A olacaq. A picture made with a pencil or pen, karandaş və ya qələmlə çəkilmiş bir şəkil, yəni drawing olacaq. Sonra, deməli, flood, deməli, A bəndinə 1 olacaq A bəndi. A picture made with a pencil or pen drawing olacaq 3. A prize for something, nə üçünsə mükafat, yadın bu da olacaq 2. Deməli, oldu 1A, 2C, 3 də B. Doğru cavabımız elə B bəndidir. Növbəti sualımıza baxaq. Choose the correct, deməli, adjective deyir. Baxırıq, düzgün sifəti seçməliyik. Baxaq, burada Jenny stress was. Biz bilirik ki, sifəti öyrənəndə biz bilirik ki, əgər A bəndindəki more işlənirdisə, cümlədə zəm bağlayıcısı olmalıdır. Yoxdursa, biz more çıxardacağıq buradan. Sonra, növbəti testimiz, variantlarımıza baxırıq. B bəndində Jenny's dress was very beautiful. Mine cümlə düz deyil. Axı, Jenny'sin paltarı çox qəşəng idi də mine orada nə idi? Yəni, bir müqayisə yoxdur, bir üstünlük yoxdur. Ona görə də B bəndi də getdi. Was very beautiful olsaydı düz idi. Amma mine var deyə mən onu işlədə bilmirəm. Was the most beautiful, üstünlük dərəcəsində olan bir işarət yoxdur. Ona görə də C bəndini də çıxacam.
Was beautiful mine E bəndində was beautiful mine yenə o nə deməkdir ki, yaxşıdır mənimki, bu da olmaz. Yenə mine olmasaydı beautiful işlədə bilərik. Ona görə də E bəndi də çıxdı. Doğru cavabımız oldu D bəndi, yəni doğru cavab D. 7-ci sualla davam edirik uşaqlar. 7-ci sualda bizdən nə istəyir? 7-ci sualda istəyir. Deməli, correct pronoun deyir. Düzgün əvəzliyi seçək. Baxırıq. Düzgün əvəzliyi seçmək üçün uşaqlar bu tip cümlələrdə ikinci B variantındakı cümləyə, cavaba baxırıq. Baxaq görək nə deyir? On the bus. Yəni avtobusda. Deməli, bizdən nə soruşa bilər? Məktəbə necə gəlirsən onlarda? O da deyir avtobusda. Baxın, why desəm, bax, when did you come olsa, sən nə vaxt məktəbə gəldin? O da deyir avtobusda. Ona görə bu cavabımızı götürə bilmərik. Sonra, what did you come to school? Ümumiyyətlə, mənaca da uyğun gəlmir. Məktəbə nə gəldin? Heç qoya da bilmərik. Həm də cavabımız avtobusda sözüdür. O da getdi. Why? Niyə gəldin? Avtobusda gəldim. Olmaz. Hara gəldin? Avtobusda gəldim. Olmaz. Necə gəldin? Avtobusla gəldim. Doğru cavabımız D bəndi olacaq. Növbəti suala baxaq. At the dinner, Joseph ate. Yenə burada doğru cavab pronoun seçəcəyik. Doğru pronoun seçmək üçün deməli, baxıram burada. Baxaq burada. Aha. Deyir, naharda, yəni partidə, naharda Joseph indi yedimi, yemədimi, nəsə yedimi? Baxaq görək, birinci tərəfdə isim yoxdur deyə törəmələr işlətməliyəm. Görürəm ki, törəmələr var. Törəmədir, yəni birinci tərəfdə ancaq törəmədir, ona görə çıxmıram. Ancaq çıxıram, niyə çıxıram? Çıxıram ona görə ki, biz demişik anything-i sual və inkar cümlələrində işlədərik. Anything düzdür, sual və inkar cümlələrinin təsdiq cümlədə işlənə bilər, istənilən şey mənasında, mənə eyni də özü də işlənə bilər. Ancaq burada mən baxıram ki, heç onun bir əhəmiyyəti yoxdur, yəni orada verə bilmirəm. Çünki deyir, Joseph partidə ya heç nə yemədi, ya da ki, hər şey yedi olar. Ona görə C bəndini, D bəndini çıxacam. Joseph partidə nəsə yedi, ikinci tərəfə baxıram. Because he had any appetite. Çünki onun any. İkinci tərəfə də baxıram aşağılar. Yenə təsdiq cümlədir deyə any işlədə bilməyəcəm. Ona görə ikinci tərəfə görə E bəndini çıxıram. Bunu da çıxıram. B bəndini də çıxıram. Elə doğru cavabımız olacaq A bəndi. İndi baxaq yerinə qoyaq görək doğrudanmı elədir. Baxın, at the dinner, Joseph ate nothing at the party because he had no appetite. Bəli. Deyir, naharda, partidə Joseph heç nə yemədi, çünki onun heç iştahı yox idi. Deməli, doğru cavabımız nə oldu? A bəndi oldu. What's your sister like? Burada düzgün variantı seçəcəyik 9-cu sualda. Uşaqlar, baxın, əgər like feili izlə verilibsə, bu o deməkdir ki, onun xarakterini soruşur. Yəni, o necə biridir? Yəni, xaraktercə necə biridir? Look like olsaydı, look like oxşamaq deməkdir, bənzəmək deməkdir. Amma like izlə to be-nin formalarından verilib deyə. Burada olacaq xaraktercə nəyini göstərir. İndi baxaq görək, necə olduğunu göstərir. Baxaq, what's your sister like? Bacın necə biridir? O da deyir, because she is sure of herself. Çünki o özündən əmindir. İndi özündən əmindirsə görək necə biridir. Baxın, A bəndində deyir, she is serious. O ciddidir. Ciddiliklə əminliyin nə əlaqəsi var ki, yəni ciddi olan adamın hamısı ilə əmin olmur ki, özündən. Ona görə A bəndini çıxacam. She is blonde. O sarışındır. O özündən əmindir, sarışın. Yəni görüntü ilə heç bir əlaqəsi yoxdur. Sonra E bəndində deyir, uzun, arıq və uzundur. Xeyr, o da deyil. Baxaq görək C ilə D arasında qalacam. O utancaqdır. O utancaqdırsa necə özündən əmindir? Shy utancaq deməkdir. D bəndi də çıxdı. Doğru cavabımız C oldu. Sonra 10-cu sualımıza diqqət edirik. Deməli deyir ki, düzgün zaman formasını tapırıq. Burada da yenə uşaqlar baxın, budaq cümləsidir. Budaq cümlədə deməli biz burada zaman uzlaşmasına fikir verməliyik. Digər tərəfə baxıram, bütöv olan tərəfimizə baxıram. Bütöv olan tərəf bizə işarət verəcək ki, bu tərəfdə nə işlədək. Bax, orada görürsünüz ki, yenə də when his phone rang deyir. Yəni, onun telefonu zəng çalanda, keçmiş zamanda. Deməli, mən bura keçmişlə əlaqəli izi pozacam, willi pozacam, keçmişlə əlaqəli işlətməliyəm. Drew-u pozacam. Drew was drawing. İndi baxın aşağılar. Deyir, onun telefonu zəng çalanda o proyekt layihə işləyirdi, yoxsa layihə işlədi? Layihə işləyirdi onlarda, düzdür? Ona görə də doğru cavabımız, deməli B-ni də çıxacam, doğru cavabımız olacaq C bəndi. Onun telefonu zəng çalanda o layihə üzərində işləyirdi. Doğru cavab C bəndi. Növbəti sualımızla davam edirik. Uşaqlar 11-ci sualda deyir ki, doğru düzgün adjektiv tapın. Bilirik, adjektiv sifətdir.
Last night I watched a scary film with my brother. Keçən gecə mən qardaşımla qorxulu bir filmə baxdım. Qorxulu bir filmə baxdım. Sonra dedi it was I couldn't sleep. Qorxulu filmə baxdımsa demək o qorxulu olacaq da. Düzdür uşaqlar? Burada qorxulu olacaq. Hə, bir dənə burada bir şey deyim sizə. O ed ilə olan variantları elə birinci çıxacağam. Çünki ed ilə olan variantlar canlılara aid olandır. Amma ing ilə olanlar həm canlıya, həm də cansıza aid ola bilər uşaqlar. İndi burada baxıram, amma edi gördünüz ki, burada cansızdan söhbət gedir, filmdən söhbət gedir. Elə edini ilk variantda çıxacam. Amma canlıdan söhbət getsəydi, mən edi ilə bərabər ingi də saxlayacaqdım. İng təkcə cansızlarla işləmir, onu yadınızda saxlayın. Sonra baxacam burada. D bəndində surprising var, təəccüblü. E bəndində relaxing var, rahatlayıcı. A bəndində isə frightening var. Sizcə necə ola bilər ki, qorxulu filmə baxanda o rahat yatmaya bilər? Rahatlayıcı olsaydı niyə yata bilmirdi? Təəccüblü olsa niyə yata bilmirdi? Yəni doğru cavab nə olacaq burada? A bəndi. Bu söz balansına, yəni söz biliyiniz olsa bunu rahat tapa biləcəksiniz. A bəndi. 13-də uşaqlar. Burada bilirsiniz müəyyən sözlərimiz var ki, artiklın işlənmə qaydası. Biz demişdik ki, artiklın e və ya ən işlənməsi onun yazılışından deyil, sözlərin tələffüzü ilə bağlıdır. Məsələn, e ilə başlasa da European sözü. Amma biz ona European demirik, European deyirik. Ona görə A bəndində this is an olmaz. This is a European law olacaq. Ona görə birinci düzdür. Sonra, this is an European ona görə səhvdir, an deməyəcəm. This is an unusual problem. Bəli, bu doğru cavabdır. Çünki u ilə başlasa da unusual deyirik, a ilə deyirik tələffüzdə. Ona görə an olacaq. Dördüncüdə, this is a universal issue. Universal, u deyirik, görürsünüz. Ona görə də an universal deməyəcəm. Ona görə də 4-də səhvdir. Doğru cavabım 1, 3, a bəndi olacaq. Yəni, a bəndi. Sonra, 13-də də düzgün pronounu seçəcəm. Uşaqlar, bilirik ki, bu baxaq görək burada refleksiv pronoun işlənib, həm də obyekt işlənib. Will your aunt make? Sənin xalan bişirəcək. Biz demişdik ki, başda şəxs, yəni hansı mübtədəyə baxacağam. Mübtədə nədirsə, refleksiv pronoun da ona uyğun işlənir. Your aunt sənin xalandırsa, mən orada nə işlədəcəm? Her olacaq da, düzdür. Elə bütün variantları çıxanda bircə dənə variantım qalır, o da e bəndi. Will your aunt make it by herself? Deyir, xalan onu özü bişirəcək. Deməli, doğru cavabımız oldu e bəndi. Uşaqlar, bununla da birinci testimizin izahı başa çatdı. Növbəti testləri izahlarında görüşənə qədər suallarınızı, rəylərinizi mesaj bölməsində gözləyəcəm. Sağ olun.